Bax, bir dənə söz deyim, bax, lap sadələşdirim. Məsələn, bir meşədəyik, bir yerdəyik, məsələn. Bir dənə görür, orada ayılar var, misal üçün, yırtıcı heyvanlar var. Çoruq, qaçırıq getməyə. Bir adam gəlir, tanımadığımız adam. Bir qardaş, orada yırtıcı heyvan var. Xəbər verirdi ona, getmə sana. Deyir, yox, mən gedirəm. Deyirəm, sən Allah getmə. Deyir, gedirəm. Da özüm bil. Ben öyleyim de öldürmeyeceğim özümü. Başa salıram ki ayı var orada, şir var. İndi şir dəbdədir. Şir var orada. Şir var, nə var sənə hücum eləyəcək. O da deyir ki, mən gedirəm. Gedirəm, bir dəfə deyərsən, iki dəfə deyərsən, üç dəfə deyərsən, deyəcək ki, gedəcək da neynəsən, özü öldürməsən. Elədir. İndi bu sənin uşağın olsa, öz övladın olsa. Necə deyirsən onu, hansı tonda? Deyirsən, çəkil, keç bir yana. Çəkil bu tərəfə, orada vəhşi heyvan, başla əmr eləməyə. Elədir. Qışqırırsan üstünə. Hətta görsün ki, etina eləmir, bəlkə əl də qaldırarsan ona. Bu durub gedirsə, sevgi nəyə gətirdi, yaratdı, əmri yaratdı. Elədir. İndi desən, tam aydın oldu. Sevgi əmri, xəbəri əmr şəklində bu cür verirlər. Allah əslində onu xəbər verir ki, qarşıda yırtıcı heyvanlar var, amma biganə demir. Yırtıcı heyvanlar var, get sözsüz yiyəcək, deyir, getmə, olmaz. Özünə aid edir məsələn. Bax, budur varlıq aləminin həqiqəti belədir. Reallığı bundadır.